üzrlə hesab edin, tamaşaçını gözlətməyin. Buyurun, alo, sabahınız xeyir olsun. Sabahınız xeyir. Eşidirik sizi. Sabahınız xeyir. Sabahınız xeyir, buyurun. Qonaqlarınızı salamlayıram və Eldar mənim arzumlar. Zəhmət olmasa təqdim edin özünüzü. Adım Səbinə. Buyurun, çox gözəl. Qonaqlarınızı salamlayıram və Eldar mənim arzum münasibətilə təbrik edirəm. Ona uzun ömür, can sağlığı arz edirəm. Sualınız var? Yox. Teşekkür ederiz zənginizə görə. Sualları adətən biz veririk. Tamaşaçı sadəcə Demək ki, təbrik onda nəsə edir. maraqlandı və sual. Arkadaş mənim söz sizdəydi. Şəhərdə səs yazma evindən. O vaxtı Ağadaşı, üzr istəyəm, Zakir adında bir dostumuz vardı, Allah rəhmət eylesin. O yazırdı. Zakir nəsə iş olanda şəhəri mənə verdilər zəbsi və həmin uslu şəhərini Ağadaş mənim ismenimə düşdü. Onu danışmaq istəyir. Onu doğrudan mən bir mahnı var idi, Şövkət Ələşkərdə rəhmətli mərhum sənətkarımız onu oxumuşdu. O mahnını mən müraciət eləmişdim. Deməli, həqiqi mənada indi Eldarın üzünə demirəm, elə yazmışdı ki, orkestri. Yəni, orkestr ilə dən-dən eşidilirdi, bütün alətlər. O vaxt axı çox kanallı dövr idi axı, bilirsiniz, hamı otururdu orkestr bir yerdə, bir dəfə yazılırdı. Orkestr, müğəni hamı bir yerdə yazılırdı. Doğrudan elə o zaman çox mahnılar yazdım. Ancaq belə səslənmə heç bir yazıda olmamışdı. Yəni, bəstəkar olmasaydı da, bu indi Azərbaycanda elə bir nömrəli... Amma müğənnidən də çox şey asıdır Ağadaş müəllim, onu biz vurğulamalıyıq. Hətta siz ifa edəndə Eldar müəllim söylədi ki... Mən bir dənə şey deyim, o bəstəkar ki, əgər onun ifaçıları yox, o bəstəkar deyil, çünki neyin bəstəkarıdır? Bəstəkarı mütləq bəstəkar eləyər, mənə gəlir ki, yəni onun müzikisini tanıtır, ifaçılardır. Yəni, üzünə digər olmasın, belə çıxır ki, o mənə tərifim, amma ki, həqiqətən bu elədir. Əslində olduğunu deyil. Yəni ki, doğrudan da belə baxanda, əgər, məsələn də, simfonik musiqi yazılanda, əgər orkestr yoxdursa, o əsər kimin üçün yazılır? Əgər bir mahnıdırsa, bir mahnı əgər ifaçısı olmayacaqsa, kimin üçün yazılır? Bax, budur söhbət. Yazılan şey çoxdur, amma o yazılan şeyin təqdimatı var da, yəni ki, o necə təqdim edir. Sənətkarın da böyüklüyü, kiçikliyi, yəni belə baxılır, gördür kimdir, nedir, onun ifa tərzindən asılıdır. Mənim də ki, baxdım, onu da götürüb ki, bayağı bir daha söz dedi ki, Eldar şanslıdır, bəli, mən şanslıyam. Mənim həmişə, yanımda həmişə mənim belə baxanda, mənim baxdığımdan dövrdən ən yaşlı, ən gözəl ifaçılar gəliblər, oldular. Və mən olan hamısına, belə sən də başda olan hamısına baş əyirəm, minnətdarım. 492-16-20 sayılı telefon artıq demək olar ki, xarab olub Eldar müəllim. Çünki hətindən artıq çox zənglər var. Deyən kimi bu nömrənin zənglər başladı. Hazırda daha bir tələbəç var. İcazə verərsiniz qəbul edək zəngi. Alo, sabahınız xeyir olsun. Təqdim edin özünüzü, zəhmət olmasa. Sabahınız xeyir. Kəmalə xanımlar. Buyurun. Buyurun, Kəmalə xanım. Mən Eldar müəllimin bugünkü sevincinə şərik oluram. Rahat günü münasibəti ilə şeirimlə təbrik eləmək istəyirəm. Buyurun, necədir Eldar müəllim, ocağınız nəfəsinizlə qalansın. Qocalığın kərvanına köç olmayın. Bundan sonraki ömrünüzdə gözəl günlər qalansın. Heç vaxtsız mahnılarınız kimi vaxtsız qocalmayın, yaşayın, yaradın. Mahnılarınız bizi həmişə yaxşı yaşamağa, sevinməyə vadar edir. Mən sizə son sağlığı arzulayıram. Teşekkür edirik. Çox sağ olun. Deyirəm, musiqi də olsaydı, Ağadaş müəllim də ifa eləyərdi. Artıq şeir var. Deməli, bəstəkarlarla işləyəndə çox böyük bir məqam var, ona istəyirəm mən toxunum ki, bəstəkar var, ondan işləyirsən, yaradıcılıqda görürsən, çətinliklər olur, alınmır. Elə bir hər şey çətinliyə doğru gedir. Amma Eldarla biz hələ belə olmayıb ki, ən azı bəlkə 20-30 mahnısını oxumuşam. Mahnını heç vaxt oturub biz evdə işləməmişik. Mahnını götürüb, aranjman eləyib. Sonra gəlmişəm, demişəm Eldar, melodiyanı, temanı realda çal. Mən elə ona qulaq asıb oxuyaram. İndiyə qədər nə qədər mahnı yazmışıq, hamısı belə olur. Birinci dəfədən. Çox müğənninin elə bilirsiniz ki, Tanrı tərəfindən bütün yollar açılır, hər şey. İstər bunun texniki tərəfləri, istər ifa tərəfləri. Əslində, həqiqətən Eldar müəllimin çox müsbət aurası var. Müsbət aurası. Onu demək istəyirəm. Hər zaman da onu bölüşür. Gəlin, aparın. Hərdən zarafatımız var. Deyirəm, bu nə mahnıdır yazmışsan, bu fikrə getirəm. Deyir, necə pisdir. Deyirəm, yox, bu çox yaxşıdır. Və əmin istərdim ki, Ağadaş müəllim digər studiyamızda keçid alır. Və telefon nömrəmizi bir daha xatırladım. 492-16-20. Siz də buyurun, zəng edin. Sənin bizim telefonumuza hayfın gəlmir filan. Yox, hayfım gəlmir, çünki bilirəm ki, tamaşaçılarımız Eldar müəllim təbrik etmək istəyirlər. Ki, zəng etsinlər və canlı təbrik etsinlər. SMS-lərinizi ünvanlaya bilərsiniz.
qismət oldu mənə zülüm. Bugün son görüşdü səninlə gülüm. Sənə toy qismət oldu mənə zülüm. Bir anda yanan ateş sönsə belə, sonunda dönəcək daş bir heykələ. Bir anda yanan ateş sönsə belə, sonunda dönəcək daş bir heykələ. Unutmaq istəsən anlayacaqsan, qızıl gül qönçəsi susuz açılır. Bütün əzablarla sən qalacaqsan, sevən heç vaxt özün bil ki sınavır. Dərmanı yoxdur, ayrılıq tikan tək sancdı bağrıma. Bu dərdin çarəsi dərmanı yoxdur, ayrılıq tikan tək sancdı bağrıma. Ömrün əziyyəti o qədər çoxdur, ötən günlərimi salır yadıma. Ömrün əziyyəti o qədər çoxdur, ötən günlərimi salır yadıma. Unutmaq istəsən anlayacaqsan, qızıl gül qönçəsi susuz açılır. Bütün əzablarla sən qalacaqsan, sevən heç vaxt özün bil ki sınavır. Unutmaq istəsən anlayacaqsan, qızıl gül qönçəsi susuz açılır. Bütün əzablarla sən qalacaqsan, sevən heç vaxt özün bil ki sınavır. Unutmaq istəsən anlayacaqsan, qızıl gül qönçəsi susuz açılır. Bütün əzablarla sən qalacaqsan, sevən heç vaxt özün bil ki sınavır. Teşekkürler. Son görüş. Respublikan halk artisti ifasını seve-seve ve döne-döne dinlediğimiz Ağdadaş Ağayev'in ifasını dinledik. Ve hazırda növbəti zəngimizi qəbul edək. Sonra bu mahnının çox maraqlı tarixçəsi haqqında Eldar müəllim sizə məlumat verəcək. Sabahınız xeyir olsun. Xoş gördüksə adınızı zəhmət olmasa söyləyin. Afşin idi narahat edən. Buyurun. Mən Eldar müəllimi təbrik edirəm. Eldar müəllim, Allah sizi biz cavanlara çox görməsin. Sağ ol. Allah sizin o böyük ürəyinizi əsirgəməsin bizlərdən. Ağdadaş müəllimi salamlayıram. Necə deyim, mən sizlərə, ikinizdə də məhəbbətim sonsuzdur. Allah sizi heç vaxt bizim üstümüzdən əfk eləməsin. Bir daha təbrik edirəm. Afşin bizim gənc müğənnidir. Eldar müəllim ona bir mahnı hədiyyə eləyib. Təmənnasız. Bu da Eldar müəllimin deyilməyən və görünməyən tərəfləridir. Afşin də çox istedadlı bir, bilirsiniz, Brilliant xanımın proyektində. Bilirik, dəfələrlə bizim də qonağımız olub. Yəni Eldar müəllimin bu gənclər olan münasibətidir, onun təzahürüdür.
O da onun Onlara böyüklüyüydü, dəstək olur. qəlbinin böyüklüyüydü. Köməkliyidir.